Merhaba arkadaşlar, nasılsınız? İyi misiniz? İlk önce videonu izlememişten önce günaydın. Günaydın. Kızlara salam ver. Kızlara salam ver. Deməli ilk önce videomuza keçməmişdən öncə səhifəmizə abunə olub bu aşağıda bildirişləri açmağı unutmayın ki, yeni video gələndə xəbəriniz olsun. Bu şirinliyə baxın. Bu yuxudan duranda bax belə olur. Güzel olur, güzel. Saçlarına bak kızlar. Yeni doğulmuş saçlarda. Biz bunun saçlarını heç vaxt qırtırmırıq. Bir daha biz buradan götürürük. Yuxu bunun. Yuxudan duran kimi neynir? Yemək istəyir. Ne pişirim sana? Güzel diyeni çok severim. Kızlar, herkes de bu kunamı soruşur kızlar. Kunam rengi bəzən xoşlarına gəlir, bəzən xoşlarına gəlmir. Instagramda bu karofkalara ilişirlər. Nə qalım kasıbın olanından oraya yığıram mən də neyniyim. Böyük kunamız yoxdur ki. Şkafların içine yıxma. Ay yine kupanım. Düz dur. Düz dur. Bay bay elə. Bay bay elə. Bay bay. Bay bay. Bay bay elə. Bu aralar kim bağçaya qoyur uşağını, ya xəstə düşür, ya da deyir yeyib içməkdən kəsilir. Niyə? Miran'ın bu iştahı açılır orada. Hə Miran? Deməli qızlar, necəsiniz? Belə bir 72 sabunum var. Belə bir ləkəli koftam var, indi elədi. Mən həmişə bunu kəsib ağ paltaların içine atırdım. Amma bu dəfə istəyirəm bunu qış-qışı belə eləyim. Sonra paltar yanına atım. Görüm getsə paylaşacağım. İnşallah gedər. Bir də qızlar, məndən çox soruşursunuz ki, bu şampunun içine nələr qatmışsınız. Postun altından qeyd eləmişəm. Və orada qeyd edirəm ki, istədiyiniz şampuna qata bilərsiniz. Yəni o ampulları istədiyiniz şampuna qata bilərsiniz. Çox suallar verirsiniz. Murat indi hamamdan çıxıb deyə hər yeri, bütün şampunları saçıb bir yerə. Murat da o şampundan istifadə edir. Görüm gedəcək qızı. Ya bütün yeməkləri saat döşünüyə edirəm deyə. Dədə baba sabunuzdan. Nerede gedər? Kötüyə baxacaq. Kötü. Kötü. Deməli qızlar, baxın. Ağappaq oldu. Əlimlə çikiləmədim. Soyuq suda yazıq. Bir kaynar su açtım üstüne. Paltar yanında geliyordu. Bana hoşum gelmir. Bu Mira'nın 1 yaş giyimləridir. Mən bir şey bilsəm ki, bol alıram deyə indi də giydirəm. 1 yaş giyimidir. Göstərsə heç bir ləşə yoxdur. Və siz nələr istifadə edirsiniz? Onları da qızlar bölüşərsiniz mənimlə. Həm də postun altından herkes yararlanmış olar. Nələr istifadə edirsiniz? Palazı təmizləmək üçün hansı vasitələrdən istifadə edirsiniz? Paylaşarsınız. Bunu indi aparım paltarlarına qoyum. Kızlar ipi yığdım. Paltarlarını ora qoydum. İndi onları dəstələyəcəm. Bir dolu qab paltar yumuşam. Yəni bir an paltarlarını. İndi bilirəm ki, kızlar soruşarsınız ki, o ləkə getdi, ona görə çəkirəm. Ləkələrin hamısı getdi. Bax bu sarı kök idi. Bu çoxdandan var. Çoxdan ləkəsidir. 1 yaşından. Bu 1 yaş paltalarıdır da. Ona görə heç vaxt Miran paltaları ləkəli olmayıb. Həmişə təmiz saxlamağa çalışmışam. Heç vaxt döşlükdən istifadə etməmişəm. Belə paltalarını sərdim. Qara paltaları çölə sərirəm, amma bax paltaları evə sərirəm. Çünki bizim evin dalı toz torpaqlı olur deyə paltalarda ləkə yaradır. Tırnağımı da bayaq soydum. Kızlar bu da 1 yaş paltarıdır.
Bunu bu yaxında eləyibdi, görməmişəm, fikir verməmişəm, sabunla eləməmişəm. Nədən necə var, paltar yuyanı atmışam, olduğu kimi də çıxar. Əslində, olduğu kimi çıxartmayıbdı. Mən paltar yuyanım təmizləyir. Prosto bu pis gündə idi də, bunun qolların hamısını mazut eləmişdi. Mirəm biraz şkafa dağınıq ola bilər. Bu aralar başdan soğuda edirəm hər şeyi. Baxın, burada dəstləri var, burada qutqaları var. Burada da bəzi qutqaları var. Deməli, Miran 1 yaş paltarıdır. Qəşəng yığdım. Bunu necə var, elə atmışam paltar yuyanına. Bəzi ləkələr apar, bəzilərini aparmayıb. Nar ləkəsi hamısı qalıbdı. Bunu atmamışım. Qalan bütün paltarlar təmizdir. Ləkəli paltar saxlamağı sevmirəm mən. Baxın. Hamısı təmizdir. Bundan sonra ləkəsi tökmüşdü. Onları da aparıbdı. Ağ sabun. Bunlar hamısı 1 yaş paltarlardır. Buna çoxsun yığıb göndərdim. Burada cins şalvarları var. Nə qədər cins şalvarlar var burada. Orada qutqalardır. Burada balonkalarıdır. Burada dəst paltarlardır. Ora boydilərini yığmışam. Pampesidir. Corab şkafı da nə vaxtı yığışdırmıram. Yəni hər şey hər yerdədir. Miran bu aralar nə əlinə də keçsə gətirib bura qoyur. Öz şeylərimi də yığmalıyım, sumkalarımı. Öz sumkalarımı gətirib bunun içine yığmalıyım. Bir Miran dağıdıbdı. Yarısı da buradadır. Mən sumka götürən deyiləm. Çox götürən deyiləm. Miranın əlinin ne gündə daha buralar. Ramı bu şəkildə elədim. Buradan zibil çıxdı. Zibil deyəndə salfetkalar qoyuyor. Deməli qızlar, burada pijamalar var. Baxın. Tulumları, kalkotkalarını yıkmışam. Bu gözdə qızlar pampesləri var. Bunların quplarını Miran çıxardı. Gəlib taxdırım. Bu Miran, bu nədir? Ay bacı, gözündəydi. Ne oldu? Kırıldı. Ay bacı. Boy. Neyse, mısmar çıxdı. Vurduralım. Bunun mısmarı çıxdı. Bura koyun, vurdururum. Evdə şey sökülür. Ay bacı. Burada pijamalar var. Burada qollu, qolsuz bodyləri var. Çoxsunu ütüləməmişəm. Burada corablarını elədim. Baxıram, görürüm ki, qara corab yoxdur. Gerək ağ corab, qara corab alım. Bunlar da tayteşdi. Bunları da tulluyum. Hər dəfə nazar görüşürəm, nə qədər şey tulluyuram. Tayları yoxdur. İndi bir yerdən çıxacaq. Bura Miran vedrəsini qoyuram. Kir paltalarını qoyuram. Burada ayaqqabıları var. Yarısı bir tərəfdədir. Belə. Burada da qızlar qutqaları var. Balonkalar satdırıram. Böyle hamısının şeyler çıxıbdı. Geri taxdırım. Baxın qızlar, hər yeri yığışdırdım. Artıq şeyləri attım. Orada salfetkalar var. Orada Miranın ədyalları var. Belə baxın. Orada çantaları var. Onu da göstərim. Her yere yığışdırdım. Ne oldu? Kızlar, bunları skoşladım. Miran kırmıştı. Düşmüştü temiz. Bak. Dene. Ha, bak. Dene bak. Bunu kızlar 2018'de 2019'da almıştım. Çoktan aşağıda. Hiç istifade edemem. Telefonda derim yeri kalmıştı. Bunu da piştim. Vlogu sonlandırırım. Bir ana sos verirəm. Murat değilsin. Bir tane kartof. Çat sofrası qaynanam gönderip dərilərini soymuşam. Ben dəri sevmirəm.
bu yağdan pişirəm qızlar. Yağımız qutardı. Qaynanam əlavə bir dənəsini alıb göndərib sağ olsun. Miran. Ay Miran. Ay. Baxın stukda var. Kahva. Ancaq bu yağdan istifadə edirəm. Kızım, çolpasını töktüm. Şu soğançadan geçip kızarsın. Etraflarını da töktüm. Sarı kök, tuz. Kartofu da bu şekilde doğradım. Et biraz kızarsın. Burada xəncəl qoxusu gəlir. Ayda çox yoruldum bugün. Ben alma soydurup ama yürü. Ay Allah, bugün de çok yoruldum. Ne kadar iş gördüm ben. Gözüm aşı. Yıkım gelir. Ayda su da bitip devren partiri. Evet, cüzsüz sipariş ediyorum. Yemeğimiz bu şekilde pişti. Kızlar ağzını örtülen biraz da pişsin. Bir ana da kartoşka verim. Al. Tatlıdır. Qaynardır. Ətçəsindən deyil. Atça götür. Və qızlar, keçək ikinci yeməyimizə. Bugün lobiya eləyəcəm. Xaladenikə qəşəng buzluğa qoymuşdum, doğrayıb. Biraz yağ əlavə edib, suda pörtətmişdim. Hazır vəziyyətdə. 2 dənə bir də soğan qəşəng doğradım. Tavanın altını qəşəng yandırdım. Belə yemək videolarını sevirsinizsə, deyin sizin üçün hər dəfə hazırlayım, paylaşım. Mən burada zeytun yağı istifadə edirəm. Ümumiyyətlə 3 ildən çoxdur ki, mən bu yağdan istifadə edirəm. Başqa yağdan istifadə etmirəm. İnsanın gərək əlinin ləzzəti olsun. Əlinin ləzzəti olandan sonra bu yağlardan istifadə etməyimizə ehtiyac yoxdur. Həm sağlamlıq baxımından, həm də həkim bu aralar hər kəsə yəni zeytun yağı məsləhət görür. O bu yağlar bilirsiniz ki, ziyandır, piylənmə yaradır. Soğanı qəşəng doğradım. Burada bilmirəm necə çəkim, də işığa qoymuşam. Buradakı böyür üstə qoyanda aşır. Ona görə biraz ola bilər yaxşı çəkməyə bilərəm. Qəşəng soğançanı əlavə elədim sizin üçün. Kızlar, mən bu yağı Instagramda paylaşanda hər kəs yazır ki, biz bu yağdan yemək pişiririk, evdə heç kəs yemir. Valla gələn qonaq bilmir ki, mən zeytun yağından istifadə edirəm. Bu gördüyünüz bu yağ iyisizdir, qoxusuzdur. Yeməklər də dadlı çıxır. Yəni yenə də deyirəm, insan gərək qəşəng yemək pişirə bilsin. Burada kameranı düzəldirəm. Baxın, nə əziyyətlər çəkirəm mən. Həm uşaq, həm ev işləri. Bu gün nasıl çox yorulmuşam. Evləri dərindən təmizləmişəm. Aynaları silmişəm. Bunların heç birini çəkə bilməmişəm. Biz led işıqda böyür üstə qoymaq olmur. YouTube'da elədi ki, gərək böyür üstə çəkəsiniz. Burada pomidorun başını elə bir oynatırım. Deyəm, bunun başını kəs, sonra doğradım. Qızlar, hər kəs lobyan fərqli pişirir. Baxın, mən soğançanı qoydum. İndi lobyanı da əlavə eləyəcəm birazdan. Xaladenikdən çıxartdım, buz açıldı. Bu şəkildə pingvinə yığıram, pörtlədim. Lobyanı çox almışdıq. Baxın, qəşəng soğançasını bir damcı qoydum, lobyasını əlavə elədim. Bəzən insanlar var ki, pörtədib yeyir. Məsələn, mənim qaynanam, nənəgil pörtədib yeyir. Amma mən heç sevmirəm. İçinə yağ da əlavə edirlər, duz da əlavə edirlər, amma yumurta vurmurlar. Amma mən yumurtalı eləyirəm. Murad, belə deyim, evlərində ya badımcan yerdi, lobya yerdi, danışa da bilmədim.
Onu inansız məcbur yedizdirmişəm. Elə öyrəşdirmişəm. Qəşəng qatışdırdım. Pomidorunu da əlavə elədim. Mən belə bişirəm. Siz necə bişirirsiniz? Bu şəkildə çox dadlı olur. Bəh. Bir də lobyanın görünüşünə baxın. Çox ləzzətlidir. Bunun dadını yesəz möhtəşəmdir. Və gedirik Miranı çimizdirməyə. Burada Miran dəsmalını götürür. Burada şkafı bağlayır. Uşağı öyrətməkdən çox şey asılıdır. Mən Miranı hər şeyi tələb edirəm. Tələb elədiyim üçün də onun üçün hər şeyi bilir. Atır tezdən bağlayır. Pampers götürür. Ağıllı balam mənim. Burada əynini soyunuyor, soymaya çalışır. Hər gün çimir qızlar. Göz soyunur da gö. Maması kömək eləməsi soyuna bilməz. Pampers də qaşınır. İndi deyəsiz niyə qaşıq örgətməmsiz qızlar? Valla hər dəfə qaşıq örgətəndə qarnı gedir. Burada vedrasını götürür, kirli paltarları atır içinə. Ümumiyyətlə evdə paltarı görən kimi deyirəm ki, apar atan paltarı da, atan corabı da. Atasının başqa vedrası var, bunda başqa vedrası var. Buna bax. Görürsünüz, atıyor, göy mamasına kömək edir. Getdi hamama. Ümumiyyətlə Mirana nə deyirəmsə onu eləyir da. Yəni uşaqlıqdan belədir. Ölür də çinmək üçün qızlar. Suyu da açdı. Hər dəfə deyirəm ki, suyu açanda uzaq dur, qaynar olar. Yəni də başına çox. Bunu alandan o qədər çox xoşum gəlir ki. Və saçını qurutdu, fen özü çıxartdı, fen özü götürdü. Ora baxın, boyunu uyğun rozetkası da var. Qəşəng, əynini də geyindi. Yeməyini burada yeyir. Kızlar özümüzə pişirdiyimiz yeməkdə Mirana da veririk. Çünki daha böyükdür. Çünki rahatlıqla Mirana da veririk. Deyir, tökmək olmaz. No. Balkon. Adam kitabı cırar. Hə, nədir? Yox, denə. Dərsi oxu. Bəbənin saçı hanı? O bəbənin saçı, sənin saçın hanı? Aferin. Burnun hanı? Burnun. Aferin. O bəbənin burnu, bu da sənin burnun. Diş o deyil. Qulağın hanı? Qulağın. Qulağın hanı? Aferin. Kulina. Qəşəng elə, idmanları qəşəng elə. Əli qaldır, get o üzə. Ayağı qaldır. Aferin, ayağı qaldır. Otur. Maraqlı da. Sandviç nerede? Ac olanda ye. Hazır sandviç var. Amma qiymətləri çox bahadır. 5 manat 50 qəpik. Bahat deyəndə öyle bu 4.99 yazılan, yəni 5 manat olan bu restoranda 10 manat, 12 manat, 15 Bura manat. restoranda öyle değil mi? Bilirlər ya restoran yarı qiymətlərsə normaldır. Onun içində Ne aldın? Xiyar pomidor. Pomidor gözəl mən seçdim bahadır. O birisi 1 manat necə qəpikdir, mən seçdim bahadır. Gəl o tərəfə gedək. Bunlar təzə gəlib hə, burada yox idi. 6 manat, 5 manat, 7 manat. Və var Mürət? Şu belə. burada sigara dönüyor. Görüm dadlı olur. Aa, şavaldır bu. Ne ucuzdur. Səni 6 manat 73 qəpik. Çox da. bunların dadı amma o şey qədər dadlı olmuyor. Siverci şabalar.
Bu nədir qarğıdan? Ha. Bunu evdə qalıb pişirə bilərəm. Məndə qabları var, mı? Var evdə. Ha. Şərbətini də pəncərədən içsin. Şərb içində olmalıdır ya bunun hər şey. Oradan. Ha. Kötü də içsin. Ne yiyəsə? Kötü değil. Soru şurbun içində olur şərbət yoxsa? Olmasa şərbət düzəltməyə nə var ki? Okay. Hesaplansın. Ha, pizzalar da var, bunu diyorum. Ne? 100% yerli balıq bak çipura. Daradodur bu, tatlıdır. Sen hardan alırdın balıkları? Ben almışım. Çeşlə bazarlılardı, oranı sökmədi. De Allah'ım. Bağlar, yaxşı. Bunlar ne oldu? Qaça saatin içində olanlar olur ya bu. Mandalina, soyunlu, nədir? Rubi. Ne var? Ne olsun işte? Aparatla doğruyurlar ya mənim o. Okay. Krama kırar. Ya burada balıqlar var. Biz ondan alıp yiyirik. Skumbriya. Ha? Skumbriya dadlıdır ama sümüklüdür. Yağlı balık. Miran bu aralar makaron istiyor. Ben de makaron alırım. Ne tatlı olur. İçinden götür. Spagetti sos ister misin? Buradan götürüyorum. Kızlar, ben en sevdiğim şey Mojito'da. Bak bak, bunu en çok seviyorum. Götürüm dersi, icazə versem. Yumurta bende kaldı. He? Bundan götürürüm sana. Sevirsen. Soyuq olmayan olacaq. Sen götürməmişsən kolu. Hardadır kola? De oradadır. Git götür, git götür. Ben niye götür? Qaşqabaq sallama. Sonra deyirlər ki, yoldaşı niye də qaşqabaq oldu? Ay ya. Həqiqətən çox dadlı olur. Adam yedikcə əsəbləşir, həm də dadı qəşəng olur. Əsəbləşir ona Niyə görə ki, dişlərin arasına dolur. Hə. Xoşuna gəlir ona görə ki, dadı Məncə bu qəşəng. qəşəngdir. Xeyr, bu qəşəngdir. Siz bunun bəlkə dadına baxırsınız. Hə? Bir yerdə baxarıq. O sular çox dadlı olur. Buyur. Ha, oradaki sular çox Ha, dadlı olur. billah. Hə? Çox susallar var. Burada indi desən gəşinə pişirmək üçün bunu alıq deyəcək ki, bəs diyetdə. Nə, çox maraqlıdır. İçində neçə nədir? Çoxdur qızlar, 2 manat 99 qəpik. Yaxşıdır. Mənim xoşum gəlir, bir də marketlərdə belə qabları almaq, eləmək. Evdə inansız nə qədər alıb yığmışam. Bunlar bilirsiniz nə qədər var evdə. Mən jelabon xəstəsiyəm. Burada da hər cürəsi var. Amma deyir adam çox kökəldir. Mən buralar çox yeyirəm. Jelabon. Nə ucuzdur? 5 manat 99 qəpik. Evdə nə qədər var? Ben de bileyim. İstəyirəm əşya alım. Marketi gezmək var, hoşuma gəlir. Yarım saatdir marketdeyiz, bax. Biz hər dəfə markete düşəndə qızlar, saat adlı baxın. Markete düşəndə Mirana zəng edirik. Səsi gəlsə qaçırıq maşına. 2 şey bitdi, 60 manat, 15 qəpik. Deməli, qızlar, bura 7-24 işləyir. Qaynanam birdən çıxdı. Yox, istəmirəm. Oy da istəyirəm. Burada həmişə çörəyi buradan al. Burada deyirəm ki, gəl sənə yumurta çörəkliyim. Deyir, nə vaxt? Deyirəm, indi. Çörək o qədər qaynardı ki. Deyirəm, yumurtanın üstünə vurum, yumurta çörək alsın. Çox şişitsiz zarafatlar edirəm, hə? Anladım.
aksesuarımızı da taxdıq. Deməli, getdim evə, qəşəng lobiya pişirmişəm. Qaynanam gildəydim. Bu gün Murad işdən tez çıxdı. Qaynanam oğlun yolunu gözləyirdi. Bəxtə Murad tez gəldi. Hər dəfə oraya gedəndə yuxusuz qalır, Murad gözləyir. Murad evə gec gəlirdi. Gözləyir ki, gəlib bizi götürsün. Bu dəfə də bəxtindən saat 2-də gəldi. Amma həmişə saat 5-də çıxır. Kocam. 61 manata nələr aldım. Bir dənə kola aldım mən gedirdim. Kola da güzel. Bir dənə yumurta götürdük. Ben çörək. Bunların qiymətlərini bilirəm, soruşarsınız qızlar. Bir dənəsi 3.70 yedirlər. Yox, 4 manata belə deyil. Yemək mən yeyənə kimi sən də bunu pişir. Yeməkdən sonra bir dənə çayla içim yat. Dolu. Ha. Sözüm yoxdur. 2 limon, yağ, qalı. Bir de çok şey olmadı. 3 defa da bu tariften aldım. Böyle bir çay aldım kızlar salınacak. Çünkü biz evde çay içmirik. Ama qonaqlar üçün böyle bir şey aldım. Çay içmədim diye. İran aldım burada. Buralar yemek için. Kola. Kola. Kareblan kadar. Bu kadar kamyonuna yine verdik. Şuna. Çok verdik. Bunun kilosu bakalım. 60 manatlık burada ne var? Baxın qızlar, Muradla aldığım künəfə çox qəşəngdir. Dadına indi baxacağım, içində şərbəti də var idi. Bir dənə dondurması yoxdur. Dondurması yoxdur amma. Bax qəşəng aldıqlarımı yerinə yığdım. Murad da lobiyadan yedi, çox xoşuna gəldi. Bahattığımı da içirəm. Tırnağımı düzəltmişdim kızlar. Hesablaşıb bugün yemişəm. Birinci eləmişdim. Belə. Xoşlayıram buxuna tərtəmiz qoyub yatmağa. Yoxsa rahat yata bilmərəm. Çokumokunu da çörək qoydum ki, sabah Mirana görüb biraz gecikdirə bilərəm. Səhər heç nə yemir bu aralar. Ziyanlı olsa da məcbur səhər arada olur. Bakalım. Kızlar bir defa almıştım. Böyle dağıtılmıştı. Marketten almamıştım da Seyfi'den sipariş etmiştim. Çok tatlı. Şərbətin ama yarısını gələ saxlayalım. Hayda. Şimdi Işığı yandırıp. Yok. Şimdi Işığı yandırıp. Ne yersə? Ağzındakı kim verir? Kim verdi? Deşiği yandı. Yana vurma. Deşiği yandı. Şimdi oldu. Yandı da söndürüm. De söndür. Tamam. Sen- Baba.